apardığımız iki tərəfli görüşlərin əsas məqsədi qeyri-neft və qaz ixracının İspaniyaya artırılmasıdır. Bu sahədə eyni zamanda qeyri-neft və qaz sahəsində investisiyaların artırılmasıdır. Bilirsiniz ki, İspaniya yəni ki bizim enerji layihələrində də iştirak edir, amma bizim əsas məqsədimiz bizim qeyri-neft və qaz məhsullarımızın və ümumiyyətlə bu sahəni böyütməkdir. Forum biz düşünürük ki yaxşı keçir və burada həm dediyim kimi iki tərəfli görüşlər, eyni zamanda B2B məsələlər, B2G mövzular müzakirə olunur, görüşlər keçirilir. Biz düşünürük ki, İspaniyadan gələn 20-dən çox şirkət enerji sahəsində, infrastruktur, tikinti sahəsində, xidmət sahəsində, konsalting sahəsində olan şirkətlər eyni bizim Azərbaycan tərəfindən dövlət qurumlarının və şirkətlərin sayı 50-dən çoxdur. Biz düşünürük ki, bu da özü bir yaxşı bir göstəricidir. Əsasən burada alternativ enerji, yaşıl enerji sahəsində layihələrə də baxırıq. Bilirsiniz, İspaniyanın bu sayədə çox böyük bir təcrübəsi var. Düşünürük ki, texnologiyaların transferləri nöqteyi nəzərindən İspaniyanın bu təcrübəsindən biz yararlana bilərik. Biz bugün həmkarlarımızla, palata ilə danışdıq ki, ilin sonuna qədər layihələr üzrə həm investisiya, həm də ixrac-idxal əməliyyatları üzrə ilin sonuna qədər Azərbaycandan İspaniya iş adamları gedəcək. Düşünürük ki, bu üzərində ciddi çalışacağıq və ümid edirik ki, keçirilən bugün forumun nəticələri buna daha yaxşı bir şərait yaradacaq, daha yaxşı bir imkanlar yaradacaq ki, biz bu əlaqələri genişləndirək.